Göyçayda məhsul yığımına oktyabrın əvvəlindən başlanılıb. Fermerlərin sözlərinə görə ötən illə müqayisədə bu il yağıntıların çox olması səbəbindən nar bağlarında məhsulların bir hissəsində çürümə müşahidə olunub. Əsas bizdə ixrac daxili bazara, xarici bazara gülövşə narı ixrac olunur. Görünüşünə görə, həm dadına görə gülövşə narı daha üstünlük təşkil edir. Dərmanlanma işləri aparılsa yaxşıdır. Yəni ki, nar meyvəsi elə bir meyvədir ki, tez tələf olur da, çürüyür. Sululuğuna görə çox güclüdür, belə deyək. Ona görə də biz xarici bazarlara daha çox tələbat var. Qiymətlər hal-hazırda 1 manatı da var, manat yarıma da, kalibr sortlar var ki 2 manat, 2 manat 50 qəpiyə, 3 manata, yəni hər cürə qiymətə var. Baxır o narın keyfiyyətinə. Qiymətlər məndə bugünkü gün 1 manat 50 qəpikdən 10 manata qədər nar var. 10 manata olan narımızı mən göstərə bilərəm, 1 kilodur. Tərəziyə qoyaq, çəkək, baxaq. Nar bu boydadır, 1 kilodur. Bundan yuxarısı da var, 1 kilodan böyük olanlar da var. Məsələn, təmiz çox düzəldirik, satırıq 6 manat, 7 manat, 8 manat, 5 manat ən ucuzu yəni. 1 manatdan 10 manata kimi nar var. Baxır keyfiyyətinə, yəni qiymətinə, irliyinə, xırdalığına. Hansı sort nardan bilərsiniz? Güleyşə narı var, vələs narı var, balığı müsəl narı var, şıx baba narı var.